Gəncədə xuliqanlıq ittihamı ilə saxlanan vəkil Zabil Qəhrəmanovun yaşadığı hüquq pozuntuları hansılardır? 2 həftədir həbsdə olan vəkil iddia edir ki, saxlanılarkən öz və azyaşlı oğlunun hüquqları pozulub. Qəhrəmanov oktyabrın 23-də saxlanılarkən azyaşlı oğlu yanında olduğunu deyir. Saat 21:30 idi. Hətta təklif etdim ki, polislərin avtomobili ilə uşağı aparıb evə qoyaq. Buna da icazə vermədilər. Gecə vaxtı uşağı evdən uzaqda, küçənin ortasında qoydular. O vurğulayıb ki, polis idarəsinə gətiriləndən sonra da ailəsi ilə əlaqə saxlamaq hüququ məhdudlaşdırılıb. Gəncə şəhər baş polis idarəsində vətəndaşların başına gətirilənləri ictimailəşdirdiyi üçün cəzalandığını deyən vəkil bu qurumun əməkdaşlarının ona qarşı qərəzli olduğunu vurğulayıb və vaxtilə öz müvəkkillərinin hüquqlarını müdafiə edərkən də çətinliklərlə üzləşib. Vəkil yada salıb ki, Cinayət Axtarış İdarəsinin rəis müavini Şahin Musayev ona zor tətbiq edib. Gəncədə narkotik ittihamı ilə həbs edilən və bəraət alan bəzi şəxslərin sözlərinə görə Şahin Musayev onların cibinə narkotik atırmış. Vəkil Zabil Qəhrəmanov deyir ki, hətta bəraət alınan işlərin birində Cinayət Axtarış İdarəsinin rəisi Xanlar Məmmədov və müavini Şahin Musayev Daxili İşlər Naziri Vilayət Eyvazovun əmri ilə cəzalandırılıb. Bir müddət sonra Musayevin həmin idarəyə rəis təyin olunduğu bildirilib. Hələlik adı çəkilən şəxslərin bu iddialara münasibəti bəlli deyil. Azaldıq Radiosu Gəncə şəhər baş polis idarəsinə deyilənlərə münasibət bildirmələri üçün sorğu da göndərib, cavab ala bilməyib. Vəkil həmçinin bildirib ki, müvəkkillərindən birinin polis idarəsində hədələnməsi zamanı müstəntiq Rəşad Süleymanov ilə aralarında mübahisələr yaranıb. Həmin müstəntiq hazırda onun haqqında cinayət işinin istintaqını aparır. Oktyabrın 8-də Daxili İşlər Nazirliyindən gələn şikayət əsasında Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti 6 aylıq dayandırılmışdı. Bundan 15 gün sonra saxlandığı gün Qəhrəmanov avtoyuma məntəqəsində Fazil İskəndərov ilə mübahisə edib və iddiaya görə ondan pul alınıb. Amma vəkil bunun əsassız olduğunu deyir və ona verilən dələduzlu xuliqanlıq ittihamlarını qəbul etmir. Zabil Qəhrəmanov çox səs-küylü işlərdə müdafiəçi olub. O cümlədən qətl, narkotik və ictimai-siyasi işləri müdafiə edib.